Davam edirik. Bakının illərdir həllini gözləyən problemlərindən biri. Köhnə, insan həyatı üçün real təhlükə mənbəyi olan avtobuslardan danışacağıq. Məlumdur ki, ölkədə istismar edilən hər 10 avtobusdan təxminən yarısı istismar müddətinə artıq uzun illərdir ki, başa vurub. Bəs bu məsələ nə vaxt həllini tapacaq? Əməkdaşımız Rəşad Vəkilovunun süjetini təqdim edirik, izləyək. Dağılır bu avtobus. Hökumətin təzəsini versin işlədək. Səhər yüksək enerji ilə evdən çıxıb gedəcəyin ünvana yollanırsan. Elə qarşına çıxan 2 avtobusdaca enerjinin yarısını sərf edib gedirsən. Axşam işdən çıxandasa ayrıca dərddir. İçin darısqallığımı deyim, səs-küyümü deyim, isti, tozanar. Bunlar xarab avtobusdur. Yəni təzə avtobus olsa daha gözəl olur. Köhnə avtobuslar xarab olur, tıxaclar yaranır. Söhbət əksər insanların gündəlik istifadə etdiyi sınıq-salxaq avtobuslardan gedir. Hazırda paytaxt Bakının avtobus parkında istismar edilən avtobusların demək olar ki 50%-dən artığı 10 il nəzərdə tutulmasına baxmayaraq 20 ilə yaxındır ki, daşıyıcı şirkətlər tərəfindən istismar edilən avtobuslar var. Köhnə, yararsız. Avtobus çatışmamazlığı əsasən Bakı ətrafı kənd və qəsəbələrdə daha çox müşahidə olunur. Şəhərin küçələrini çirkləndirən, insanların əsəblərini tarıma çəkən bu nəqliyyat vasitələrinin əksəriyyəti hətta istismar müddətini də bitirib. Çətindir, işləmək olmur. Bir də görsən yollarda qalır. Hardasa təzə avtobus versələr, komfortlu daha gözəl olar. Bir ayda neçə dəfə təmirə gedir? Bir ayda nə bilim mən, 4 dəfə. Ölkədə ictimai nəqliyyatın xidmət keyfiyyətinin artırılmasına görə yeni xeyli, komfortlu sərnişin avtobusu gətirilsə də, bu mövcud problemin həllinin heç 10% deyil. Digər problem isə avtobus çatışmazlığıdır. Avtobus parkının yenilənməsi o qədər də asan məsələ deyil və burada köhnə avtobusları sıradan çıxardaq, bu da kifayət qədər riskli bir tədbir olar. Çünki onsuz da bu dəqiqə Bakıda, Sumqayıtda, Gəncənin digər ərazilərində kifayət qədər ciddi sürətdə avtobus çatışmazlığı hiss olunur. Ekspertlər deyir ki, problemin həlli sahibkarların üzərinə düşsə də, dövlət dəstəyi olmadan həll etmək mümkün deyil. Məqsədyönlü tədbirlər görülməlidir. Avtobus parkının yenilənməsi heç də həmişə özəl sahibkarların hesabına baş vermir. Sahə bir sosial sahədir. Ora qoyulan investisiyanın qarşılığında gəlir əldə etmək, özü qısa müddətdə əldə etmək mümkün deyil. Dünya təcrübəsi belədir ki, avtobus parkının yenilənməsini ya dövlət, ya yerli bələdiyyələr bunlar həyata keçirirlər. Son bir ildə Bakıya gətirən avtobusların sayını öyrənmək istəsək də, Bakı Nəqliyyat Agentliyindən cavab ala bilmədik. Rəşad Vəkiloğlu, Üzeyir Ağayev, Space xəbər.